Deməli, dərsimiz saat qurşağıdır. Ümumiyyətlə, saat qurşağı nədir, necə yaranır, gəlin ona baxaq birinci. Deməli, bu bizim onsuz yer kürəsi. Bizim yer kürəmiz olsun. Gördüyünüz bu, deməli, yer kürəsi, bilirsiniz ki, deməli, şarqıl istiqamətdə çəkilmiş meridianlardan ibarətdir. Mərkəzindən bir dənə meridian keçir. Bu adlanır 0 dərəcəli meridian. Başqa adı ilə Greenwich meridianı və yaxud başlanğıc meridianı da deyilir. Qısaca BM yazaq, başlanğıc meridianı. Gördüyünüz bu meridian. Daha sonra uşaqlar, belə deyək, dərs daha anlayışlı olsun deyə bu meridianları 15 dərəcədən bir çəkilmiş şəkildə göstərəcəm. Baxın, bu 15 dərəcə çəkirəmsə, 15 dərəcə şərq uzunluğu olar, qərb uzunluğu. Şərq uzunluğudur. Bəs bu? Bu da 15 dərəcə qərb uzunluğudur. Bu da 15 dərəcə qərb uzunluğudur. Uşaqlar, ümumi şəkildə yadda saxlamaq lazımdır ki, yer kürə formasında olduğu üçün Günəş hər yerdə eyni anda çıxıb və eyni anda batmır. Yəni, saat qurşağı fərqi var. Başqa adı ilə bunu nətər hiss edirik? Məsələn, hər hansısa bir türk serialı izləyirsiniz. Görürsünüz ki, yazılır ki, saat 22:00-da məsələn, serial efirdə yayımlanacaq. Amma saat 22:00-da onun yayımlandığını görmürsünüz. Ona görə görmürsünüz ki, bizlə Türkiyənin arasında saat qurşağı fərqi var, uşaqlar. Yəni, bu da yerin, yenə də deyirəm, kürə şəklində olması ilə əlaqədardır. Birbaşa şəkildə bunun səbəbi yerin kürə formasında olmasıdır. Yəni, kürənin bir tərəfində gündüz olanda, digər tərəfində gecə olur. Məsələn, Rusiyada, Kalinqradda gündüz olanda, Vladivostokda uşaqlar gecə yarı olur. Yəni, günorta olanda Kalinqradda, Vladivostokda gecə yarı olur. Yəni, 11 saat qurşağında yerləşən nəhəng bir ölkədir Rusiya. Dünyanın ən böyük ölkəsidir. Bu belə. İndi uşaqlar, saat qurşağına gələndə bizim üçün var başlanğıc meridianı. Bax, gördüyümüz bu 0 dərəcəli meridian. Burada qeyd elədik Greenwich meridianı. Bir də bizim üçün əsaslı uşaqlar 180 dərəcəli meridian. 180 dərəcəli meridian. Bu meridianlar bizim üçün saat qurşağında vacibdirlər. Ona görə ki, yəni başlanğıc meridianı, zamanın başlanğıcı məhz bu Greenwich meridianı götürülür. Bu isə 180 dərəcə bizim üçün tarix dəyişmə meridianıdır uşaqlar. Saat qurşaqlarını öyrənməmişdən qabaq bir neçə şeyi yadda saxlamaq lazımdır ki, uşaqlar, dəftərlərinizi yanınıza qoyun, qeyd götürün. Hər zaman şərqdə yerləşən məntəqə qərbdəkindən zaman olaraq öndə olurlar. Bu nə deməkdir? Məsələn, bu 0 dərəcədir, bu da 15 dərəcə şərq uzunluğudur. Şərq uzunluğu. Gəlin birini də çəkim lap. 30 dərəcə şərq uzunluğu. Bu da 30 dərəcə şərq uzunluğudur, uşaqlar. Şərq uzunluğu. Hər zaman yadda saxlamaq lazımdır ki, 15 dərəcə şərq uzunluğunda saat 11:00 olarsa, 11:00 olarsa, 30 dərəcə şərq uzunluğunda saat neçə olar? Görüm, mövzudan xəbəriniz var. Onun üçün narahat olmayın, izah edəcəm. Uşaqlar, ilk öncə səbəbini demədən deyirəm, burada 11:00-dır, uşaqlar, 30 dərəcə şərq uzunluğunda saat 12:00 olacaq. Yəni, vaxt olaraq qabaqda demək odur ki, ədəd olaraq böyükdür də. Baxın, bu 11:00-dırsa, burada 12 olacaq. Burada 12-dirsə, buradan şərqdə saat 13 olacaq. Başa düşdünüz? Heç zaman 12-dən kiçik ədəd ola bilməz. 12-dən sağda, yəni şərqdə. Yəni, hər zaman qərbdən şərqə doğru gedərkən zaman olaraq vaxt artır. Uşaqlar. Məsələn, burada saat 11-dirsə, yenə təkrar deyirəm, burada saat 12 olacaq, 30 dərəcə şərq uzunluğunda. Məsələn, 45 dərəcə şərq uzunluğunda artıq olacaq 13:00. Artıq olacaq, uşaqlar, 13:00. 13:00 olacaq. Aydın oldu. Yəni, hər zaman şərqdə olan məntəqə, yəni özündən sağda yerləşən məntəqə, başqa cürə, lor dildə desək, qərbdəkindən vaxt olaraq öndə olur. Yəni, ədəd olaraq böyük olur. Bu 11 idi, bu 12 oldu, bu 12 idi, bu da 13 oldu. Aydın oldu və qərbdəki də geridə olur, uşaqlar. Məsələn, bu 11-dirsə, 0 dərəcədə artıq saat 10:00-dır. Aydın oldu. Bunun qayda kimi yadda saxlayın. Bu hər zaman belədir. İndi bu məsələnin bu tərəfi. İndi keçirik digər bir məsələyə, uşaqlar. Digər bir məsələ nədən ibarətdir? Gəlin baxaq. Bir dənə bunu böyüdək, rahat silək. Digər bir məsələ nədən ibarətdir?
Deməli dedik ki, hər zaman şərqdə olan qərbdəkindən vaxt zaman olaraq öndədir. İndi bunu bildikdən sonra uşaqlar biz gəlin yer kürə formasındadır. Yəni kürə bizim üçün neçə dərəcə deməkdir? Yəni kürə neçə dərəcə deməkdir bizim üçün? Necə? Bəli, 360 dərəcədir, düzdür? Deməli yerin müəyyən bir nöqtəsində dursaq, məsələn durmuşuq biz 50 dərəcə şərq uzunluğunda, 40 dərəcə şimal enliyində. Yəni harda? Azərbaycanda, yəni Bakı şəhərində dayanmışıq da. Bakının koordinatıdır o. Beynəlxalq olaraq Bakının koordinatı kimi götürülür. Yəni ölkələrin koordinatı onların paytaxt şəhərlərindən götürülür. Hə, durmuşuq Bakı şəhərində, biz də 50 dərəcə şərq uzunluğundayıq uşaqlar. Uşaqlar, bizim üçün bir də sabah olması üçün 360 dərəcə yerin fırlanması lazım. Yadda saxlayın uşaqlar, fırlanan yerdir, günəş fırlanmır. Günəş hərəkətdə deyil. Yer fırlanır uşaqlar. Yəni yer kürəsi qərbdən şərqə doğru fırlanır. Yəni bu şəkildə fırlanır da, belə deyim. Belə ifadə edin, bax bu şəkildə. Qərbdən şərqə doğru fırlanmaqdadır. Və ona görə bizim üçün günəş şərqdə çıxıb qərbdə batır. Aydın oldu? Yəni yer də fırlanır, günəş fırlanmır. Günəş hərəkətsizdir, ulduzdur. Planet deyil, günəş ulduzdur. Bu belə. Deməli, günəş deməli bizim üçün dedik ki, yer qərbdən şərqə doğru fırlandığı üçün günəş bizdən üçün şərqdə çıxır, qərbdə batır. Ona görə də şərqdəki məntəqə günəşi birinci olaraq qarşıladığı üçün qərbdəki məntəqədən vaxt olaraq, zaman olaraq hər zaman öndə olur. Aydın oldu. Məsələn, Yaponiya ən şərqdə yerləşən ölkələrdəndir də dünyada. Yəni ən şərqdə bizə bəlli olan yerləşən ölkədir. Və təqribən 150 dərəcə şərq uzunluğunda yerləşir. Gündoğar ölkə adlanır. Yaponiya. Bilirsiniz niyə? Ona görə ki, ən şərqdə yerləşən ölkədir. Bu da belə. İlk yenilik qəbul edir. Uşaqlar, məsələn, sual düşür ki, məsələn, Yaponiya Azərbaycandan öncə yenilik qarşılayır. Bu doğrudur. Hər zaman şərqdə olan məntəqə qərbdəkindən yeniliyi daha tez qarşılayır. Bunu da yadda saxlayın. Onlar imtahanda düşə bilər. Aydın oldu? Şərqdə yerləşən ölkələr qərb. Məsələn, Yeni Zelandiyadır, Yaponiyadır. Bunlar bizdən tez qarşılayır. Bütün dünyada hər kəsdən tez qarşılayırlar. Aha, 50 dərəcə şərq uzunluğu. Yəni bir də 50 dərəcə şərq uzunluğunda saat 12 olması üçün, 12:00 olması üçün bizə nə qədər vaxt keçməlidir bizim üçün? Neçə saat? 24 saat vaxt keçməlidir də uşaqlar, düzdür? 24 saat. 24 saat vaxt keçməlidir. Və biz bildik ki, baxın, indi gəlin bunu özümüz üçün ifadə edək. Dedik ki, bir də Azərbaycanda saat 12:00 olması üçün 24 saat vaxt keçməlidir. Aha, indi gəlin belə bir fikir ortaya yürüdək də. Məsələn, bir də Azərbaycanda günorta olması üçün yer kürəsi neçə dərəcə dönmüş olur? Bəli, 360 dərəcə dönür. Afərin. Deməli 360 dərəcə dönmüş olur. 360 dərəcə dönməni nə qədər vaxta başa vurur? 24 saata. Aha. İndi mənə maraqlıdır ki, baxın bu 360 dərəcəni 24 saata dönür. Bəs görəsən 1 saata neçə dərəcə dönür? 1 saata neçə dərəcə dönür? Burada 2x, burada 2x, 24x bərabərdir 360-a, x də bərabərdir 15-ə. Deməli 1 saata 15 dərəcə dönürmüş, düzdür? Birdən burada xırdaçılıq məsələlər olur. Məsələn, sual verir ki, neçə dəqiqə fərq var? Məsələn, indi gəlin bura bax. 1 saatim, yəni 60 dəqiqəm 15 dərəcəyə dönürsə, bəs 1 dəqiqəmi neçə dərəcəyə dönər? Burada da 60x bərabərdir. Nəyin yerinə səhv yazdıq? X-i burada yazmalıyıq uşaqlar. X-i burada yazmalıyıq. 15x bərabərdir 60 olmalıydı. Deyirsən bunu silək. 15x bəli, 15x də bərabər edirik 60-a, 60-a. X də bərabər olur. X də bərabər olur öz növbəsində neçəyə? 4-ə. 4 dəqiqə. Deməli, tapdıq ki, yer kürəsi 1 sutkanı 24 saata dönür. 1 saata 15 dərəcə dönür. 1 dəqiqədə 4 dəqiqə, 1 dərəcəndə 4 dəqiqəyə dönür. Aydın oldu? Bunu bildik ki, hardan alınır? Bunu bir qeyd kimi yadda saxlayın. Deməli, 1 saata 15 dərəcə dönür. 1 dərəcəni 4 dəqiqəyə dönür. 4 dəqiqəyə 1 dərəcə dönür. 1 saata da 15 dərəcə dönür.
İndi bu bizə məsələnin şərtində lazım olacaq deyə biz bunu ətraflı şəkildə beləcə yadda saxlamalı olduq. Aha, bu da belə. Bu da tapdıq ki, dəqiqəsini də tapdıq, vaxtını da tapdıq. Bu belə. Uşaqlar, indi keçirik. Dəqiqəni vaxtı da tapdıqca artıq bizim üçün asandır. İndi keçirik nəyə? Məsələn, indi burada uşaqlar var yerli vaxt anlayışı, var qurşaq vaxtı anlayışı. Qurşaq vaxtı anlayışı. Aha. Deməli var yerli vaxt, var qurşaq vaxt. Yenə çəkirəm bura 0 dərəcə başlanğıc verdi yəni. Bura çəkirəm 15 dərəcə, 15 dərəcə. Burada bir dənə də çəkirəm elə 16 dərəcə. İzah üçün çəkirəm 16 dərəcə. Uşaqlar, burada var yerli vaxt anlayışı, var qurşaq vaxtı anlayışı. Deməli uşaqlar, burada qurşaq vaxtı o deməkdir ki, bizim yaşadığımız ölkə məhz belə deyək, bu 15 dərəcələrin tamamında yerləşir. Yəni necə tamamında yerləşir? Belə deyək. Burada uşaqlar bu 0 ilə 15-in arasında deməli birinci saat qurşağıdır uşaqlar. Bax bu 15 birinci saat qurşağıdır. Bu 0 həm 0-cı saat qurşağıdır, həm də 24-cü saat qurşağıdır. Bax bu. Bu həm 0-cı saat qurşağıdır, həm də 24-cü. Amma 15 dərəcə birinci saat qurşağıdır. 15-dən sonra uşaqlar gələcək burada 30 dərəcə. 30 dərəcədə ikinci saat qurşağı olacaq. Aydın oldu? Aha. Bax bu birinci və ikinci saat qurşağında yerləşən ölkələr, indi onu deyəcəm nətər tapılır. Birinci, ikinci saat qurşağında yerləşən ölkələr, bunlar yerli vaxt, qurşaq vaxtında yerləşirlər. Yəni bu qurşaq vaxtıdır. Birinci saat qurşağı, bu da ikinci saat qurşağı. Deməli bunlar qurşaq vaxtında yerləşən ölkələrdir. Aydın oldu? Aha. Bu da belə. Uşaqlar, indi burada yerli vaxt nədir? Bax, yerli vaxt odur ki, bu 15-dən sonra 16 var ha, bu 16. Bu 16 artıq yerli vaxtdır. Yəni ki, ümumiləşdirsək fikrimizi belə, indi bunu gətsək ki, bunu müəllim, bəs hesablamada nətər taparıq? Belə taparıq. Yazırıq 15 bölünsün 15. Burada 1, qalıqda 0. Düzdür? Amma yazıram 16 bölünsün 15. Burada 1, burada da 1. Aydın oldu. Yəni qalıqda ədəd qalırsa, bu o deməkdir ki, bu artıq yerli vaxt anlayışıdır. Amma qalmırsa bu qurşaq vaxtıdır. Məsələn, Azərbaycan 50 bölək 15-ə, 15-ə. Bu da 3, 45, burada 5 qalır. Gördünüz? Bu artıq o deməkdir ki, biz yerli vaxta malik ölkəyik. Qurşaq vaxtına deyil. Aydın oldu. Aha, bu yerli vaxt, qurşaq vaxtı, bu da belə. Uşaqlar, bundan əlavə başqa bir şey də var ki, məsələn, bunlarda zaman fərqi necə hesablanır? İndi gəlin ona baxaq. Ardıcıllıqla yadda saxlayaq ki, bizim üçün çətin olmasın. Belə. Deməli, indi keçək bunların zaman fərqinin tapılmasına. Məsələn, yenə deyirəm, bizə verilir ki, məsələn, 105 dərəcə şərq uzunluğu. Bunu bölürsən 15-ə, deməli 15-ə bölsək 7 dəfə düşür də, hə, 7 dəfə. Qalıqda da 0. Deməli bu 7-ci saat qurşağıdır. Aydın oldu. Bax burada yazılan ədəd saat qurşağını göstərir. Saat qurşağı, 7-ci saat qurşağıdır. Amma indi bəzən olur ki, bu hər zaman dediyim kimi qurşaq vaxtı ilə üstə düşmür. Gəlin ölkəmiz Azərbaycan hesablayaq. 50 dərəcə şərq uzunluğu. Böldüm 15-ə. 3 dəfə 45, burada da 5. Da bura 0 artırım hesablayım, elə şey yoxdur ha. Yəni bura vergül atım falan, elə hesablama yoxdur uşaqlar. Orada diqqətli olun. Yəni gəldik burada ədəd aldıq, bölünmürsə dayandıq. Bizim üçün saat qurşağımız 3-cü saat qurşağıdır. 3-cü saat qurşağıdır. 3-cü saat qurşağıdır. Burada da 5 qalır uşaqlar, 5. İndi burada 2 dənə məsələ var uşaqlar. Bax, qısaca belə deyim, bunu yadda saxlayın. Bu kitab diliylə belədir. Sonra vərdiş edəndən sonra artıq kitaba ehtiyac qalmayacaq. Baxan kimi biləsiniz. Əgər burada yazılan bu 5 ədədi var, ha, bu 5. Burada yazılan ədəd var, ha, bu qalıq hissədə. Bu 7.5-dən kiçikdirsə, 7.5-dən kiçikdirsə, həmən saat qurşağında qalır. Yəni 3-cü saat qurşağında qalır. Hə, birdən deyirsiniz ki, ay müəllim, bəlkə 7.5-dən böyükdür burada qalan ədəd. Məsələn 8-dir filan. Onda uşaqlar bunun üzərinə 1 gələsiniz. Olacaq 4-cü saat qurşağı. Aydın oldu?
Məsələn, deyək ki, burada verib 59 dərəcə. 59-u böldük 15-ə, yenə 3 dəfə 45. Burada neçə qaldı uşaqlar? 4, 14. Düzdür? 14 15-ə bölünmür. Bu 7-5-dən böyükdür, eləmi 14? Ona görə nə edirik? 7-5-dən böyük olduğunu bildiyimiz üçün bunun üzərinə 1 gəlirik. Eləyir 4-cü saat quşağı. Deməli, bu məntəqə 4-cü saat quşağında yerləşir. Aha, uşaqlar, bu dediklərim şərq yarımkürəsi üçündür. Bir də deyirəm, bu dediklərim hazırki hesablama şərq yarımkürəsi üçündür. Amma qərb yarımkürəsində bir qədər bu fərqlidir. Yəni bir dənə fərq var da. Orada bir dənə fərqi nəzərə almaq lazımdır. Bunu imtahanda filan, yəni o fərqi unutsaz, artıq həlli çətinləşir. Ona görə də bu həlli yadda saxlamaq lazımdır. Uşaqlar, əgər söhbət qərb yarımkürəsindən gedirsə, məsələn verilib ki, 15 dərəcə qərb uzunluğunda. Məsələn 15 dərəcə qərb uzunluğu verilmir. Daha çox verilir ki, burada məsələn necə deyərlər, 22-ci saat quşağı. Məsələn, 22-ci saat quşağı. 22-ci saat quşağında yerləşən, məsələn, orta meridianını tapın. 22-ci saat quşağının orta meridianını tapın. Məsələn, uşaqlar, orta meridianın tapılmasını da deyəcəm necədir. Və 22-ci saat quşağının orta meridianını tapın deyirsə, əgər verilən saat quşağı 12-dən böyükdürsə, yəni 13-dən 23-ə qədərdirsə, bizdən soruşular. 23-ə qədərdirsə, uşaqlar, 13-dən 23-ə qədərdirsə, onda vəziyyət necə olur? 13-dən 23-ə qədər olanda. Deməli, vəziyyət belə olur ki, həmən anda 13-dən 23-ə qədər saat quşağı gördüksə, anında 24-dən çıxırıq. Məsələn, 23-cü saat quşağı. 24-dən çıxırsınız 23, eləyir 1. Deməli, bu 1-ci saat quşağındadır, uşaqlar. 1-ci saat quşağı da bilirsiniz, haradan hesablanır? Yəni, 1-ci saat quşağı olmağı o deməkdir ki, bizim üçün. 1-ci saat quşağı o deməkdir ki. Yəni, bu verilən saat quşağı, bu 0-cı saat quşağıdır yenə də. Yəni, 1-ci. Bax, 0-dan sola sayırsan. Bu 1-ci saat quşağı budur. 15 dərəcə qərb uzunluğu. Aydın oldu? Yəni, 15 dərəcə qərb uzunluğu olduğunda hardan bilirəm? Bu 1-i vururam 15-ə. Orta meridianını tapdım ki, yəni orta meridianı 15 dərəcə qərb uzunluğudur. Aydın oldu? Yaxşı, gəlin onda birində mən deyib sizə əllə ediyorum, bu aydındır sizə. Məsələn, 14-cü saat quşağının orta meridianını tapın. Tapın görüm neçədir 14-cü saat quşağının orta meridianı. Necə? 14-cü saat quşağının orta meridianını tapın görüm. 14-cü saat quşağının orta meridianı. Aha. Aha, neçə dərəcə? Axıra kimi gedək də. Afərin. 150 dərəcə qərb uzunluğu. Deməli, 14-cü saat quşağının orta meridianı 150 dərəcə qərb uzunluğu. Düzdür? İndi, Yaqut xanım, siz icazələ həll edin. Onda Fatimə xanım, siz də deyin, 18-ci saat quşağının orta meridianı neçə dərəcədir? Altın vursam 15'ə. Kağız qələmlə vurun da, imtihanda kağız qələm olacaq. Mənə hesablama nə deyirsiniz? Alt-alta yazıb vurursunuz da. Bu 15, bu 15, bu da 6. Belə yazdım, vurdum. Altda və 5'im 30, 0, 3, altda verim 6, bu da 90. Belə vurun da, nə olacaq ki? Belə vuranda, valla, yəni belə çətinliyi yoxdur. Hədə dəqiqdir də, kağız qələmin imtihanında belə hesablayasınız. Yəni 90 dərəcə nə? Şərq uzunluğu, qərb uzunluğu. Şərq uzunluğu. Şərqdə dedim, axı bu şərq deyil. Əgər 24-dən çıxırsansa, şərq uzunluğu deyənməzsə. Olmaz. 12-dən keçdin o tərəfə. Artıq qərb yarımkürəsindəsən. Şərqdən danışma. 90 dərəcə qərb uzunluğu.
Ha, yaxşı, birini də tapın görün. Onda gəlin birini də deyim. 23-cü saat qurşağının orta meridianını tapın görün. 20... Ha, yaxşı, onda 21-cini tapın. Fatimə xanım, siz tapın 21-cini. Aha. Neçə dərəcə qərb uzunluğu? 3 dərəcə. Ha, 45 dərəcə. Deməli, 24 çıx 23. Neçənci saat qurşağı dedim mən? 21 dedim də. Hə, 24 çıx 21, eləyir 3, üstünə vurursa 11, bəli, 45 dərəcə. Yəni 24-dən çıxdıqsa uşaqlar, yəni 12-dən keçdisə, ədəd böyükdürsə, burada şərq uzunluğundan danışmaq olmaz. Qəti qadağandır. Şərq uzunluğu deyil, artıq qərb yarımkürəsindəyik. Aydın oldu. Uşaqlar, bunun qarışdırılan yeri qərb yarımkürəsidir. 24-dən çıxmaqdır. Başqa heç nə. Bunun başqa qarışdırılan bir yeri yoxdur. İndi uşaqlar, nə edirik? Uşaqlar, orta meridianı tap deyəndə, indi orta meridian, bir də kənar meridianları tap məsələsi var. Orta meridianı tap deyəndə, bilirsinizsə, şərq yarımkürəsi dedisə, məsələn, 12-yə qədər verdisə, 1-dən 12-yə qədər. Bir də təkrar yazım görün. 1-dən 12-yə qədər verdisə, anında onu 15-ə vururuq. Anında fərqi yoxdur. Lap 12 də olsa 15-ə vurub 180 alasınız. 180 dərəcə uşaqlar neytral meridiandır. Nə şərq yarımkürəsinindir, nə qərb yarımkürəsinin. Ortaq malda. Başa düşdünüz? 180-ın şərqə qərbə aidiyyatı yoxdur. Bu belə. 0 dərəcə necə neytraldırsa, 180 də elə neytraldır. Deməli uşaqlar, dedik ki, 1-dən 12-yə qədər olsa 15-ə vururuq. Əgər 13-dən belə deyək, 23-ə qədər olsa, nə eləyərik bəs? 13-dən 23-ə qədər olsa, onda siz deyil. Bəli, həmən verilən saat qurşağını 24-dən çıxıb, vurarıq 15-ə. Aydın oldu. Qeyd götürür uşaqlar. Keçək başqa istəyək. Uşaqlar, bu oldu orta meridianın tapılması. Orta meridian. Orta meridian. Orta meridianın tapılması. Qeyd götürüz. Hə. Onsuz izahı yükləyib YouTube-a təzdən atacam, baxasız. Bu çətin məsələ, biraz qarışdırılan yerləri təkrar baxmaq tövsiyə olunur. Aha, bu belə. Bu orta meridian oldu uşaqlar. Keçirik növbətçisiyə. Kənar meridianın tapılmasını uşaqlar. Kənar meridianın tapılmasına keçirik. Uşaqlar, deməli, biz qeyd etdik ki, bizim yenə 0 dərəcə başlanğıcdır. Həmişə 0-dan başlamaq insana fayda gətirər. 0 dərəcəli meridiandan bir də 15 dərəcə şərq uzunluğu. Deyək ki, 15 dərəcə şərq uzunluğu. Bu birinci saat qurşağıdır. Bu birinci, bu da 0-dan 24-cü saat qurşağıdır. Uşaqlar, orta meridian deyiləndə, yəni orta meridian deyilir. İstənilən bir şeydə, məsələn, belə deyək, ədədi ortanı tapanda, məsələn, 1, 2, 3. Bunun ədədi ortası neçədir uşaqlar? Hə, toplayıb sayına bölük də. 1, 2, 3, 6, böləndə də 2 alırıq da. 3-ə böləndə 2 alırıq. Uşaqlar, burada da 2 dənə ədədimiz var. 0, 15. Bunları toplayıb 2-yə bölsək neçə alırıq? 7,5 dərəcə. Düzdür? Aha, uşaqlar, bu 7,5 dərəcədir. Bu 15 dərəcədir. Bəs bu neçə dərəcə olacaq? Bax, bu bir tərəfdən. Bunların orta meridianı. Məsələn, 30-dan bunun ortasındakı. Neçə dərəcə olacaq? Neçə dərəcə olacaq? Səs edin görüm. Afərin, 22,5. 22,5 olacaq. Uşaqlar, burada məsələ nədən ibarətdir? Deməli, bu 0-dır. Bu 7,5-dir. Üzərinə 7,5 gəldim, 15. Üzərinə 1 7,5 də gəldim. Elədi 22,5. Üzərinə 1 7,5 də gələndə 30 dərəcə. 30-un da üzərinə 1 7,5 gələndə 37,5 dərəcə eləyəcək. Bu da eləyəcək 30 ilə 45-in orta meridianı. Burada iki variantımız var. Ya uşaqlar, məsələn 30 dərəcə verilibsə, sağa doğru gedəndə artır, sola doğru gedəndə azalır. Yəni, şərqə doğru artır, qərbə doğru azalır.
Dedik axı, şərqdəki məntəqə həmişə qərbdəkindən zaman olaraq öndədir. Bu özünü burada da göstərir. Yəni şərqə doğru gedəndə 30-un üzərinə neçə gələcək? 7.5. Eləyəcək 37.5. Qərbə doğru gedəndə nə eləyəcək? 7.5 çıxacaq. O da eləyəcək 22.5 dərəcə. Düzdür? Aha, bu belə. Bu istənilən meridian da belədir. Məsələn, 180 dərəcənin kənar meridianları neçə dərəcədir? Hə. Kərəmi ağlamaq burada tutur da. Uşaqlar, yadda saxlayın ki, 180-dan, bax 180-dan bu istiqamətə də azalır. 180 bunun pikidir, zirvəsidir. 180-dan o tərəfə keçə bilməzsiniz. Nətər ki, şimal qütbündən şimala gedə bilmirik, gərək göyə uçaq. Bu da elə bir şeydir. Uşaqlar, diqqətli olun. Bu 180-dan 181-ci meridian yoxdur. Elə bir şey yoxdur. Yer kürəsi 360 dərəcədir. Düzdür? Baxın. Göstərəcəm, başa düşəsiniz. Yəni, buranı silib. Yer kürəsi 360 dərəcədir. Bir dənə qarpızdır. Yay mövsümüdür. Qarpızdan deyək ki, ağlınıza bassın. Yer kürəsi bir qarpızdır. Bu qarpız 360 dərəcədən ibarətdir. Bizim xəttimiz niyə belə nəci oluyor? Uşaqlar, bu qarpız 360 dərəcədir. Düzdür? 360 dərəcəlik bir dənə bizim qarpızımız var. Və biz bu qarpızı ortadan 2 yerə bölürük. 2 yerə bölürük. Bax, 180 dərəcəli meridian budur. 2 yerə bölürük. Bax, bu qarpız ortadan 2 yerə bölünəndə 180 dərəcə bu istiqamətdə qalır. 180 dərəcədə bu istiqamətdə qalır. Düzdür? Və bu 280 bunun ortasındadır da. Bu yüzdə 180 deyil. 180 bunun ortasındadır. Yəni, hər iki halda bu gördüyünüz 180-ın digər ucu, yəni bu meridianın digər ucu, yəni bıçaqla kəsdiyimiz qarpızın digər tərəfi 0 dərəcəli meridian. Uşaqlar, 0 dərəcəli meridian. Bax, 0 dərəcəli meridiandır. Qlobus varsa, qlobusla baxın, görəsiniz nə demək istəyirəm. Yəni, 0 dərəcənin əksi 180 dərəcədir. Yəni, qarpızı bıçaqla tən ortadan böləndə, birinci kəsməyə başladığımız yer 0-dırsa, ikinci yarı artıq 180 dərəcədir. Başa düşdünüz? Yəni, 180-dan böyük yoxdur. 180 bunu ortadan 2 yerə bölüb. Qarpızı 2 yerə bölüb 180. Yəni, bir tərəfdə gecə olanda, bir tərəfdə gündüz olur filan, bu 180 ilə bağlıdır. Ona görə uşaqlar 181-ci meridian yoxdur. 180-dan həm sağa, həm sola, həm şərqə, həm qərbə doğru azalır. Düz sıfıra kimi. Hər iki tərəfdən azala gedir, başlanğıc meridianına kimi, sıfıra kimi. Dərk edə bilirsiniz. Yalandan bəli deyirsiniz. Yaxşı, dərk edirsinizsə, bu 180-ın qonşu meridianlarını tapın görün. Kənar meridianlarını tapın görün 180-ın. Neçədir? Hə, 172,5 nə? Afərin. Bəli. 172,5 şərq uzunluğu, 172,5 qərb uzunluğu uşaqlar. Əla. Bax, bu 180 problemlidir deyə. Bax, o 180-da dönə-dönə deyirəm. Hamının dərd çəkdiyi. Birazdan indi burada tək saat dəyişməyəcək. Zaman da dəyişəcək. Narahat olmayın. Biraz çətini odur. Çətini deyəndə, yəni çətinlik çəkiləni. O da asandır. Deyəcəm onu necə, nəyi yadda saxlayın, bəs edir o sizə. Hə, bu da belə. Bunu da belə izah elədikmi? İndi nə qaldı uşaqlar? Məsələn, indi kənar meridianı deyir. Məsələn, 2-ci saat qurşağının kənar meridianlarını tapın. KM yazıram. İndi bunu tapın görüm neçədir 2-ci saat qurşağının kənar meridianları. Neçə dərəcələrdən keçir? Aha, 2-ni vururuq 15-ə. Nəyə tapdın 2-ni 15-ə vurandan sonra? Afərin. Hə, sonra indi bəs kənar meridianı nəticə tapaq. Hə, neçə alırsa? İkincidə 47.5. Alan bilməzsən ikincidə 47.5. Yaxşı fikirləş.
37.5 bir də neçə? 22.5. Hə, bir də 22.5. Aha, indi uşaqlar, indi kələm ağlamaq tutduğu yerə keçək. 18-ci saat qurşağının kənar meridianını tapın. Kənar meridianı. Tapın görün mü? Aha. Aha. Neçə dərəcə? 6-nı bayaq 18-i tapmışdıq da orta meridianını. 90 dərəcə nə uzunluğu? 90 dərəcə nə uzunluğu? Qərb uzunluğu. Aha, 90 dərəcə qərb uzunluğunun kənar meridianları. Aha, bax yazıram. 90 dərəcə. Bir dəqiqə üzr istəyirəm. Bunu bir dənə silək. Deməli yazırıq. 90 dərəcənin kənar meridianları. Baxaq, görək 90 dərəcənin kənar meridianları nədir? Bizim bu xəttimiz belə qalın düşməsə olmazdı da. Aha, 90 dərəcəyə keçək. Bu 90 dərəcə. Özü də qərb uzunluğu. Aha, deyirsiniz kənar meridianları neçədir? 87.5, 82, yoxsa neçə? 82.5. 82.5. Aha, sonra bir də neçə? 97.5. Hə. Hə. İndi mən düz yazdım bunu. Yaxdı. Uşaqlar, düz yazdım mən bunu. Hə. Mən deyirəm ki, düz yazmışam. Siz də deyirsiniz ki, düz yazmışam, elə? Hə. Təbrik edirəm. Yəni, belə bir şey çıxsa, elə anında səhvə yol verirsiniz. Elə mən düz yazmışam, deyirəm ki, düz yazmışam demək deyil ki. Harada səhvə yol verdim? Harada səhvə yol verdim? Yox, qərb uzunluğudur. Hə, xətt burada pis düşür uşaqlar, qərb uzunluğudur. Onu deyirsinizsə izah edeyim, o qərb uzunluğudur. Yazıram, bax, qərb uzunluğu. Hə. Nədə səhvə yol vermişəm? Hə, afərin, afərin. Yerlərini səhv yazmışam uşaqlar. Diqqətli olun. Yəni, qərb yarımkürəsində uşaqlar, qərbdə olan, qərb yarımkürəsində şərqdə yerləşən daha kiçik ədəd olur. Yəni, şərqdən qərbə doğru artır. Bax, bu 0-dırsa, bu 15-dir, düzdür? 15-dir. Bundan əvvəl 14 olar, düzdür? Bundan sonra da 16 olar. Deməli, kiçik olan şərqdə yazılır. Amma şərq yarımkürəsində bu 15-dirsə, şərqdə böyük yazılır, qərbdə kiçik yazılır. Aydın oldu? Yəni, hər iki yarımkürədə, məsələn, qərb yarımkürəsindəsinizsə, şərqə doğru getdikcə azalır. Şərq yarımkürəsindəsinizsə, qərbə doğru getdikcə nə eləyəcək? Azalacaq. Yəni, əksinə doğru getdikcə azalır, öz olduğun yarımkürədə, öz olduğun istiqamətdə hərəkət edəndə artır. Yəni, nol faza məsələsi var da. Əks qütblər olanda azalır, eyni qütb olanda artır. Yəni, şərq yarımkürəsindən mən şərqə doğru getsəm, bir dənə çəkim. Şərq yarımkürəsindən mən şərqə doğru getsəm, mənim dərəcə qiymətim artacaq. Vaxt artacaq, saat artacaq. Aydın oldu? Qərb yarımkürəsindən qərbə doğru getsəm, yenə eyni şey olacaq. Vaxt, yəni vaxt olaraq, deməli dərəcə olaraq artacaq. Bu da belə. Bunda kənar meridianları da tapdıq. Əsas problemli yerlər bunlar idi. Kənar meridianları bilmək idi uşaqlar. Kənar meridianları bildiniz. İndi uşaqlar, bu biraz qəliz yer idi. İndi bir balacada saat qurşağına aid bir dənə məsələ düzgöş eləyək. Görək tapa bilirik. Uşaqlar, deyirəm ki,
0 dərəcəli meridianda saat elə 12:00-dır Greenwich meridianında. Ölkəmiz Azərbaycanda saat neçə olar? Saat neçə olar? Aha. Bunu tapın görüm. Narahat olmuyor. Aha. 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 Hesablayın da, hesablayın ki, axırda mən zamanı deyim ki, müəllim, bax, Londonda saat 12-dir, bizdə saat bu vaxtdır. Yox, axşam 9 olmaz. O çoxdur, böyük rəqəmdir axşam 9. Elə bir şey ola bilməz. Bizdə axşam saat 9 olsun, onlarda saat 12 olsun. Yəni o mümkün deyil. Saat, bəli, 15:20 olar. Aha. Fatimə xanım, siz tapa bilmədiniz? Tapa bilmədisə sizlə bir yerdə həll edək. Hə, bax. Deyirik ki, bu ilk olaraq meridiyana baxırıq. Bu 0 dərəcəli meridiyandır. Bu da 50 dərəcəli meridiyandır. Düzdür? Biz də bilirik ki, saatı boş ver. Saat lazım deyil. Saata sonda gələcək. O tətbiq edəcək o ayrı. Bu 0 dərəcəli meridiyandır. Bu da 50 dərəcəli meridiyan. Düzdür? Aradakı vaxt fərqinə baxırıq. Arada neçə dərəcə fərq var? 50 dərəcə vaxt fərqi var. Bəli, 50 dərəcə. İndi mənə lazımdır ki, görün bu 50 dərəcə nə qədər vaxt edir? Düzdür? Bunun üçün neyini yersiniz? 50-ni neçəyə bölərik? 4'e olmaz. 24'e olmaz. Yox, yox, yox. Bayaqdan bəs nə danışırıq? 24'e olmaz. 50-ni neçəyə bölərik? 1 dərəcə, 1 saat yer kürəsi neçə dərəcəyə dönür? Yox, bax 1 saatı 60 dəqiqə yer kürəsi neçə dərəcə dönür? Bayaq tapdıq axı. Neçə dərəcə? Bəli, 15 dərəcədir. Uşaqlar, hə, 15 dərəcə. Yadda saxlayın ki, bizim üçün şablon 15 dərəcədir. O dəqiqə ilə harda işləyirik, onu göstərəcəm indi. Əsas 15 dərəcəni yadda saxlayın ki, istənilən bu vaxt fərqini hesablayanda biz aradakı dərəcə fərqini 15-ə bölməliyik. 15-ə bölürük. 50 bölü 15. Hər şey normaldır. 3 vurursunuz 15-ə 45. Burada da 5 dərəcə. Yəni bura 0 artırım, yenə bölüm demirəm. Ha, 3,10-da neçə alım, elə şey olmaz. Dövr elətdim bunu 3,3 3 3 3. Elə bir şey mümkün deyil. Olmaz. 5'e çatdıq, dayanırıq. Bölünmədi, hə, vəssalam. Bu bizim saatdır. Bax, burada qalan bizim saatdır. Arada olan saat fərqidir. Başa düşdün məni? Yəni 3 saat fərqimiz var arada. 3 saat. Var 3 saat fərqimiz cibimizdədir. Amma nə zaman 3 saat olardı? Burada qalıqda 0 olsaydı. Və bu 5, bu 5. Dəqiqə deməkdir bizim üçün. Bu dəqiqə hissəsidir. Dəqiqə. Biz bu 5 dərəcənin neçə dəqiqə olduğunu nətər tapaq? Fatimə xanım. Hə. 1 dərəcəmiz, afər, 4 dəqiqədir, 4 dəqiqə. Hə, bu 5 dərəcədir. Bunu hardan yazım? 1'in altına yazım, 4'üm. Aa, x neçəyə bərabər olar? Hə, çarpaz vursaq x neçəyə bərabər olur? 5'i 4'ə vurup 1'i x'ə vursaq x neçəyə bərabər olar? 20, afərin. 20 dəqiqə. Düzdür? Deməli, mənim vaxt fərqim 3 saat 20 dəqiqədir. Amma tələsmirəm. Niyə tələsmirəm? Çünki baxıram. Nəyə baxıram? Bu 0 dərəcəli şərq uzunluğudur. Belə 0 dərəcəli meridiyandır. Bu da neytraldır. Şərqi qərbi yoxdur bunun. 0 dərəcəli meridiyandır. Düzdür? Mən 0 dərəcəli meridiyandan hansı istiqamətdə getmişəm? Şərqə doğru gedir. Hər zaman şərqdə olan məntəqə qərbdəkindən zaman olaraq öndədir, geridə? Öndədir. Onda 12 ilə toplayaram 3 saat 20 dəqiqəni, yoxsa çıxaram? Toplayaram. 3 saat
20 dəqiqəni də topladıq. Elədi neçə? 15-20. Bəli. Deməli saat 15-20. Aydın oldu. Aydın oldu. Aha. Bu belə. İndi bunun bir də başqa versiyasını işləyək. Bizim üçün necə deyirlər, çətin olmasın. Gəlin bir başqa versiyasına da baxaq. Deməli belə. Yenə verir 0 dərəcəli meridian. Bir də bu dəfə verib deyək ki 60 dərəcə qərb uzunluğu. Düzdür? 0 dərəcəli meridianda yenə saat 12:00-dır. Bəs 60 dərəcə qərb uzunluğunda saat neçə olar? Bəli. Saat neçə olar? Saatı deyim mən. 08:00 olar deyirsinizlər. Aha. Gəlin baxın indi görə 08:00 oldu həqiqətən yoxsa? Yox. Buraya da 08:00. Deməli 0-da 12-dir. 60 dərəcə qərb uzunluğu verir bizə. Düzdür? 60 dərəcə bizə qərb uzunluğu verdiyi üçün biz nə etməliyik? Deməli, öz növbəsində yenə 60-ı bölürük 15-ə. 15-ə uşaqlar. Qalır 4. 4-ü də vururuq 4 ilə bizə qalıqsız 0 verir. Bu 0 olduğu üçün nəyə vursaq 0-dır. Burada 4 saat fərqimiz var. Və bu 4 saat fərqi də yəqin şimdi başa düşdüm ki, anlamısınız ki, biz qərbə doğru getdikcə çıxmalıyıq. Yəni 0 dərəcə başlanğıcdan qərbə doğru getdikcə çıxırıq. Fərqi yoxdur bu 0 dərəcədir. Bu ola bilər 1 dərəcə şərq uzunluğu. Əgər 1 dərəcə şərq uzunluğundan qərbə doğru gediriksə yenə çıxmalıyıq. 1 dərəcə qərb uzunluğundan da şərqə doğru getsək çıxmalıyıq. Aydın oldu. Qərbə doğru gedirsəz çıxmalısınız. Yəni sola doğru, qərbə doğru gedəndə çıxmalısınız. Bu da belə. Yaxşı, bir dənə də biraz qarışıq çalışaq, biraz aləmi qataq bir-birinə. Görək yenə çıxa biləsiniz bu məsələdən. Deməli, birini də verək. Yenə 0 dərəcə, yəni ilk başlardayıq deyə. Elə də özümüzü çaşdırmayaq istəyirəm. 0 dərəcə qərb, deyir 0 dərəcəli meridiyanda saat yenə məşhur 12:00-dır. 18-ci saat qurşağında saat neçə olar? Hə, indi bunu nətə taparsınız? Necə? Hə, neçədir 18 saat qurşağında saat? Saatı deyin görüm. Aha, deyirsiniz 06:00 oldu. Yaxşı, buraya yazım. Fatimə xanım, siz neçə aldınız? Yo, daha onu mən dedim sizə nə oldu? Deyirəm 18-ci saat qurşağı. Sadəcə bunu yazır şərtdə. Yazılmır şərq uzunluğu, qərb uzunluğu, nə edirsən, nə eləməyirsən. Olmaz ki, o məsələ elə bilin ki, imtahandasız düşüb bu. Yəni düşə də bilər ha. Saat qurşağı olmazsa olmazıdır. Saat neçə? 13:00 deyirsiniz elə. İndi uşaqlar, gəlin başdan baxaq. Bax bizə deyir 18-ci saat qurşağı Fatimə xanım. 18-ci saat qurşağı demək sizin üçün nə anlam verir? Nə eləməlisiniz 18-ci saat qurşağı olanda? 18-i 15-ə bölmək olmaz. Nə də vurmaq olmaz. Amma başqa cürə yanaşmaq olar. 18-ci saat qurşağı nə deməkdir? 18-ci saat qurşağı. Bax, bu 1-ci saat qurşağıdır. Bu da 12-ci. 12-ci. Bir də var 13-cü saat qurşağı ilə.
24-cü saat quşağı. Aha. Bunların fərqi nədir? Aralıqlarında. Fatimə xanım. Video izaha baxın ha, təkrar. Baxın, dedik axı 1 ilə 13-ün arasında olsa birbaşa 15-ə vurur. Düzdür? Orta meridianını tapırıq da. Fatimə xanım, buradasınız? Hə. Amma 13 ilə 24-ün arasında olsa nə edərik? 12-dən çıxmaq olmaz. Yox, 12-dən yox. Neçədən? 24-dən çıxırıq da. Dedik axı 24-dən çıxmalıyıq. 24-dən çıxmalıyıq 18-i. Neçə alırıq? Altında vururuq 15-ə neçə eləyir? 90 dərəcə nə? Şərq uzunluğu, qərb uzunluğu. Qərb uzunluğu. Aha. 90 dərəcə qərb uzunluğu. Bundan sonrası asandır. Niyə asandır? Bu 0-dır. Bu da 90-dır. Düzdür. Arada neçə dərəcə vaxt fərqi var? Neçə dərəcə fərq var? 90-ı 15-ə bölə bilərik. Bəli, bölə bilərik. Bölməlikdir. 90-ı böləcəyik 15-ə. Alırıq neçə? 6 alırıq da. 6, bu da 9. Yox. Bir dəqiqə səbirli olun. Bax, 90-ı böldüm 15-ə, aldım 6, burada 0. Bu 6 nədir? Bax, burada yazılan 6. Saatdır, düzdür? Saat. Aha. Niyə vururuq ki? Daha bizə vurmağa ehtiyac deyil axı. Bu 6 saatdır. Saat. Aferin. Neçə alınacaq? Aha. Gördünüz, indi düz getdiniz. Gördünüz? İndi düz getdiniz. Başa düşdünüz? Burada yanlış yol versiniz. Yəni, söhbət dediyim kimi 13-dən böyük, yəni 13 də daxil olmaqla 23-ə qədər ədədlər verilibsə, saat quşağı yazılıbsa, anında 24-dən çıxmaq lazımdır o veriləni. 24-dən çıxmaq lazım. Məsələn, 13-dür, 14-dür, 23-dür. Çıxmaq lazımdır bunlar 24-dən. Burada budur. Sonra olduğu kimi, məsələn, orta meridianı tap 15-ə vurursan. Məsələn, kənar meridianı tap 15-ə vurub üstünə 7.5 gəlirsən. 7.5 çıxırsan. Aydındır. Yəni, bu hesablamaya uyğundur. Nə soruşulursa. Uşaqlar, başa düşdünüz bura kimi? İndi bir dənə başı bəlalı qalıb. Onu da izah edeyim. Onunla da yekunlaşdıraq. Qalan da məsələ üzərində təkrar baxacaq. Görək ki, harada nəyi səhv edirik. Deməli, uşaqlar, burada bir dənə əmmamə var. Əmmamə nədir? Əmmamə ondan ibarətdir ki, burada 180 dərəcəli meridianda bəzən saatla bərabər tarix də dəyişir. Məsələn, deyək ki, bu tərəfdə 20 mart deməli, saat deyək ki, 19:00 ola bilər. Bu biri tərəfə keçəndə uşaqlar 19 mart saat 21:00 ola bilər. Yəni burada vaxtla bərabər tarix də dəyişir. Bu yadda saxladınız? Hə, indi nətər dəyişir. İndi bunu uşaqlar, bu necə olur, nətər olur, bunları boş verin. Bizim çünki coğrafiyadan başqa 5-4 dənə də digər fənni oxumalıyıq ki, biz gedək ali təhsil müəssisəsinə qəbul olaq. Ona görə də siz qısa yolu yadda saxlayın ki, nətərdir. Sonra gələcəkdə kim bu yolu tutar, onu gələr izah eləyərəm ki, bu necədir. Baxın, bu 180 dərəcədir. 180 dərəcədir, düzdür. 180 dərəcədir. Uşaqlar, diqqətlə baxın burada. Bu 180 yeganə meridiandır ki, şərqi qərbdir, qərbi də şərqdir. Baxın, qərbi şərqdir, şərqi də ki, qərbdir. Bax, bu 180-ın qərbidir də, düzdür. Qərb hissəsidir, 180-ın qərbi. Bu şərq yarımkürəsidir. Şərq yarımkürəsidir. Bu da şərqidir. Bu da qərb yarımkürəsidir. Aydın oldu. Bu bunun birinci əmrləməsi. İndi keçirik ikinci bir tərəfə.
Uşaqlar, yadda saxlayırıq ki, bax bunu qızıl qeyd kimi yadda saxlamaq lazımdır. Yadda saxlamalıyıq ki, biz bir qayda olaraq, əgər biz 180 dərəcəli meridianın, yəni qərbində şərq yarımkürəsində dayanmışıqsa, yəni gəlin elə bunu 172.5 dərəcə şərq uzunluğu kimi göstərək ki, aydın olsun, şərq uzunluğuna dayanmışıqsa və bu istiqamətdə hərəkət ediriksə, burada gəlirik 172.5 dərəcə qərb uzunluğuna. Biz buradan bu istiqamətə keçdiyimiz zaman saat artır. Gün azalır. Bax, bunu diqqətlə yadda saxlayın uşaqlar. Saat artır, gün azalır. İndi əksidir. Keçirik 172.5 dərəcə qərb uzunluğundan 172.5 dərəcə şərq uzunluğundan. İndi burada vəziyyət nətər olur? Burada vəziyyət belə olur ki, gün artır, saat azalır. Yəni saatla gün nə deməkdir? 20 mart bu gündür. 20 mart. Saat da neçədir? Məsələn, saat da burada 20:00. Da bunu hamımız bilirik. Deməli, buradan bu istiqamətə keçəndə ola bilər ki, indi nə zaman olacaq onu deyəcəm. Ola bilər ki, burada 19 mart olsun, 19 mart. Amma saat 100% azalacaq. Burada olacaq məsələn 19:00, İndi əksidir. Baxın. Əksidir. Keçirik bu biri tərəfə. 172.5-dən bu tərəfə. Gün artır. Məsələn, burada 21 martdırsa, burada olacaq 22 mart. Burada saat 20:00-dırsa, burada olacaq 19:00. Hə, burada uşaqlar 20:00-dırsa, burada 21:00 olacaq. Bax, burada səhvi orada yol verdim. Burada olacaq 19:00. Uşaqlar, dediklərimi aydınlaşdıra bilirsiniz. Biraz yox, bu e-maillə bundan istifadə edirlər də, bu qarışdırmaq üçün bundan istifadə edirlər. Hə, uşaqlar, bunu əsas odur ki, yazasınız dəftərə, özünüz üçün əzbərləyəsiniz. 172.5 dərəcə şərq uzunluğundan, ümumiyyətcə şərq uzunluğundan 180 dərəcəni kəsib keçiriksə, bizim üçün saat artacaq, gün azalacaq. Gün hər zaman azalmır. Bəzən azalır. Nə zaman azalır, nə zaman olduğu kimi qalır, onu deyəcəm. Amma biz qərb yarımkürəsindən 172.5 dərəcə qərb yarımkürəsindən şərqə keçiriksə, gün artır, saat azalır. Saatın artıb azalmağı aksiomadır, 100%-dir. Saat artıb azalacaq. Yəni 180-i kəsib bu tərəfə keçiriksə, saatımız artacaq. 180-dən bu istiqamətdə gediriksə, saatımız azalacaq. Bu 100%-dir. Yəni 100%-dir ki, bu belə olacaq. Aydındır. Amma gün arta da bilər, azala da bilər. İndi nə zaman olacaq, onu deyirəm. Hə, bir dənə özünüzü toparlayın, görüm, özünüzə gəlin. Ayşələr, özünüzə gəlin. Buradasınız. Hə. Narahat olmayın, video izah gedir, hamısı çəkilir, göstərəcək, təkrar YouTube-a yerləşdirib sizə atacam, baxasınız. Bu belə. Uşaqlar, indi nə zaman artır, nə zaman azalır. Bax, onu da deyim, keçək. 180 dərəcə. Bax, uşaqlar, məsələn, bir dənə çəkim burada. Məsələn, elə 172.5 dərəcə, 172.5 dərəcə. Bir dənə uşaqlar, gözlüyüm notebook'u taxımcarıq ki, sürü sayı. Adaptörü ver başı. Adaptörü hanım olur? Adaptörü getirmə. Tez gətir, sönmür. Gör, haradadır. Bax, sumlasındadır, sumlası hanı? Sumlası buradadır. Gör, hara qoymuşum.
şeyde ha işte. De. De sözünü de sonra şey eləyərəm. Qoy bir dənə onda bunları yekunlaşdırıram. Tamam deyirəm. Bir dənə tamamlayıb şey eləyirəm. Xəbər eləyirəm. Yığıram sən olar. Yaxşı. Oldu. Yaxşı. Gözümüz. Hadi yaxşı. Çox gözləyir. Söndü balam, söndü. Az uşaq öldü orada. Öldü, dağıdır oraları. Sağ ol. Hə, uşaqlar, indi nə eləyəcəyik? Deməli, biz indi belə bir şey eləyək. Bir dənə gözəllik yaradaq burada. Təqribi bir dənə tarix yazaq bura. Məsələn, siz deyin, mən yazım. Bu 172,5 dərəcə şərq uzunluğunda ayın neçə saat neçə olsun? Deyin görüm. Hə? Hə, 18 mart. Hə. Hə. Saat? Saat neçə olsun? Neçə? 18. Hə, 18 mart 18:00. Aha. Ad günün deyil ki. Hə, 18 mart saat 18:00. Düzdür? Gəlin baxaq. Deməli burada 172,5 dərəcə şərq uzunluğunda 18 mart saat 18:00 oldu. 00 oldu. Düzdür? Uşaqlar, bax diqqətli olun. Bax bu çətindir. Yəni bu çətinlik çəkilən hissəsi bu 180 dərəcədir. Yəni bunu müəllimlər üçün tələ kimi istifadə edirlər. İndi bilmək olmaz da bunu götürdünüzsə bu pik nöqtəsidir. Bundan sonrası asandır. Baxın, 172,5 dərəcə şərq uzunluğunda saat 18:00-dır. Getdik. 172,5 dərəcə şərq uzunluğundan getdik 172,5 dərəcə qərb uzunluğuna. Və bu getdiyimiz zaman nə artıb, nə azalacaq? Görüm kim diqqətlidir. Nə artıb, nə azalacaq? Azala bilər. Ehtimalı var. Amma nə mütləq artmalıdır? Bəli. Gün azalır, saat artır. Gün azala da bilər, azalmaya da bilər. Diqqətli olun, o hissəyə keçid edirik. Saat 18:00 oldu. 172,5 dərəcə şərq uzunluğu və 172,5 dərəcə qərb uzunluğu. Uşaqlar, bunu hesablamaqda, bax elə yaxşı ki bunu yazdım. Nə edirsiniz uşaqlar? Burada bir gerizəkalı üsulu var. Tüzlər demiş. Bir də yüksək intellektlə yanaşma üsulu var da, belə deyək, Azərbaycan dilində ifadə edək. Mən sizə tövsiyə edirəm ki, vaxt itirməyəsiniz. Bunun biraz çətin yolu, bu hər ikisini toplayarsınız. 172,5-dən 172,5-i və onu 360-dan çıxarsınız. Yəni, bu da imtihanda sizə baş ağrısı, problem artıq yükdən başqa bir şey deyil. Sizə tövsiyəm ondan ibarətdir ki, bu 180 dərəcəni 0 dərəcəli meridian kimi düşünün. Çünki bu 0 dərəcənin əksidir. Başqa bir şey deyil. Və bu 0 dərəcəli meridian kimi mən bunu xəyal etsəm, mən fikirləşməliyəm ki, bu 0 dərəcədən şərqə doğru neçə dərəcə var və 0 dərəcədən qərbə doğru neçə dərəcə məsafə qət etmişəm. Aydındır uşaqlar fikrim sizə. Yəni, əks yarımkürələr kimi toplaya da bilərsiniz. 180-dan sağı və solu dərəcə olaraq hər ikisini 180-dan çıxıb toplaya da bilərsiniz. Hansı rahatdır? Hər ikisi rahatdır. Hə, bu ikinci üsul daha rahatdır da, elə uşaqlar. Aha, 180-dan çıxdım 172,5 dərəcəni. Neçə dərəcə aldım? 7,5. Bir də 172,5-i çıxdım. Neçə dərəcə aldım? 7,5. Bu da 7,5-dir, bu da 7,5-dir. Düzdür? Buradan bura qədər onda nə qədər? Neçə dərəcə məsafə qət edirik? 15 dərəcə. Afərin. 15 dərəcə məsafə qət edirik. Yəni, hər iki halda uşaqlar, burada indi elə ədədlər vermişəm ki, sizin üçün rahat olsun. Hər iki halda 180-dan sağı və solu 180-dan çıxın toplayın. Bu sizin üçün həm vaxtı qazandıracaq, həm də yanlışa yol vermə ehtimalınızı azaldır. Bu 15 dərəcə. 15 dərəcəm neçə saatdır? 1 saat. Deməli, burada saat neçədir? 19:00.
Düzdür? Vaxt artır, gün azalır. Düzdür? Burada neçədir? 19:00 olacaq da, düzdür uşaqlar? Aha. 19:00. İndi məqam nədir? Məqam ondan ibarətdir ki, uşaqlar. Bax bunu, yəni qardaş qardaşa deməz, yəni mən sizə deyirəm. Yəni bunu heç bir izahda görməmisiniz. Sadəcə mənim illərlə, yəni özümün tətbiq eləyib çox rahat yolla, yəni günəşin düşmə bucağında da orada da sizə ən asan yolları öyrədəcəm, oradan da biləsiniz. Uşaqlar, bunun ən asan variantı, ən asan yolu ondan ibarətdir ki, əgər bizdən tarix veribsə, 18 mart veribsə, biz saatı tapıb cavab variantlarında ayın tarixinə görə canımızla əlləşiriksə, buna ehtiyac yoxdur. Niyə ehtiyac yoxdur? Biz bilməliyik ki, bizə verilən saat ilə, üzr istəyirəm, bizə verilən saat ilə, yəni sizin dediyiniz 18:00 ilə gəlib çatdığımız meridiyandakı saat 19:00 toplayırıq. Toplayanda neçə saat alırıq? 27. Düzdür? 27 saat alırıq, düzdür? Aldığımız bu ədəd 24-dən böyükdürsə, yəni 27 kimidirsə, o anda bilməlisən ki, sən artıq 17 martdasan. Bax uşaqlar, bir də təkrar edirəm. Toplayıb aldığın ədəd 24-dən böyükdürsə, sən anla ki, artıq 17 martdasan. Amma əgər işdir şayətdir, toplayarsan, məsələn, saat birində 11:00-dır, birində də 12:00-dır. Ola bilər də, bunu 11:00 versən, 1 saatdan sonra saat neçə olar? Burada. 12:00 olar da, hə uşaqlar, 15 dərəcə fərqlə. Və 11 ilə 12-ni toplasaq neçə alarıq? 23. 23 saat. 23 24-dən böyükdür, kiçik. Kiçikdir də. Kiçik olduğu üçün 18 martda qalarıq, yoxsa 17 martda keçərik? Afərin. Bəli, 18 martda qalacaq. Doğrudur. Bax, uşaqlar, bunu heç bir dərslikdə, kitabda filan yoxdur. Yəni, bu sadəcə verilir, deyir, həll elə. Yəni, nə edirsən elə, həll elə. Mən də sizə tövsiyə edirəm ki, bildiyiniz bütün üsulları unudun və mən bu sizin üçün tövsiyə elədiyim, bax, bu üsuldan istifadə edin. Yəni, hər ki, bu 180 aid uşaqlar, yəni, hoqqa verim, fikirləşim ki, ay, burada 24-dən çıxım, bunu vurum, nə bilim, orta meridiyanı tapım, heç nə lazım deyil. Sırf 180 dərəcədən söhbət gedirsə və bu 180 dərəcə uşaqlar, məsələn, normal verilib ki, məsələn, məntəqənin biri Bakıdır, biri də, məsələn, Pekindir, 105 dərəcə. Uşaqlar, burada ayın tarixi dəyişmə ehtimalı yoxdur, olmayacaq. Çünki tarix dəyişmə meridiyanı 180 dərəcədir. Bundan başqa heç bir meridiyanı keçəndə tarix dəyişmir. Magellan o vaxtı səfər edəndə baxır ki, təqvim günündən bir gün geri qalır. Niyə? Çünki bu 280 dərəcəli meridiyanı kəsib keçmişdi. Ona görə. Və aldığımız vaxt fərqi, yəni toplayırıq. Sizin mənə verdiyiniz saatla, 18:00-la 19:00 topladım. Və əgər bu 24-dən böyükdürsə, yəni 27-dirsə, biz artıq başa düşməliyik ki, keçmişik, bir gün geriyə getmişik. Bir gün geriyə, irəli yox uşaqlar. İrəliyə o halda gedərdik ki, bizə burada verilərdi. Burada 18 mart verilərdi, qərb yarımkürəsində. Bax, buradan bu üzə keçəndə gün artır, bu üzə keçəndə azalır. Yadda qalar uşaqlar. Bu ancaq praktikadır. Bunu çoxlu işləyib elə öyrənmək lazımdır. Aha, uşaqlar, bunun video izahını atacağım. Bu hissəyə, yəni bu axırıncı dediyim hissə ən çox qarışdırılan, istər şagirddən söhbət getmir. Müəllimlərin də ən çox səhvə yol verdiyi, çətinlik çəkdiyi, deməli, məsələ nümunəsidir. Yəni, burada dediyim kimi, verilən saatla çatdığınız saatı toplayırsınız, 24-dən böyükdürsə və əgər siz şərq yarımkürəsindən 180-ın solundan sağına doğru keçmisinizsə, artıq bilməlisiniz ki, bir gün geriyə getmisiniz. Və əksi olsa, bir gün önə keçmisiniz. Yəni, buradan bu istiqamətə qayıtsaq, bu istiqamətə. Artıq biz bir gün önə keçmişik.
Sakitçilikdir. Ay uşaqlar. Başa düşdünüz? Hə, burada başqa saat qurşağında izah ediləcək elə bir şey qalmadı. Verilən saatlar da dediyim kimi, yəni dərəcə qiymətləri filan birinci 15-ə bölünməklə yanaşı siz həll edirsiniz. Söz yox ki, siz bunları həll edəndə səhvlərə də yol verirsiniz, yanlışlarınız olacaq. Amma bu bizə lazımdır ki, biz yanlışa burada yol verək, imtahanda yox. Yəni burada yanlışa yol versək, imtahanda bizim üçün rahat olacaq. Aydın oldu? Hə. İnşallah. Belə. Yəni bugünkü dərsimiz haqqında bu qədər. Kimin dərslə bağlı sualı var? Nəyə qaranlıq qaldı? Nəyə başa düşmədiniz? Nəyə başa... Bəli. Yox, dərsdən baxarsınız, indi də bəlkə nəyisə başa düşməmisiniz, qaranlıq qalıb. Ona görə deyirəm. O heç video izah atacaq. Necə? Hə, dimlə güvəndə. Bundan sonrakında saat qurşağı məsələləri var elə. Bölmədə səhv eləmirəmsə. Hə, işləyin uşaqlar. Nəyi başa düşməsəz şəklini tərkib atarsınız, izah eləyərəm. Yön verərəm, yavaş-yavaş inanıram ki, həll eləyəsiniz. Sizin üçün rahat olacaq. Necə? Necə? Səsiniz aydın gəlmir. Hə, nəzəriyyə olaraq uşaqlar, orada planetlərdir. Bir də bu saat qurşağıdır, tarixlərin dəyişməsidir. Onlara baxarsınız. Orada uşaqlar, yerin geoloji inkişafından planetar inkişaf dövrü var. Əsas bizə o lazımdır. Xronoloji cədvəldir, elə o kainat və günəş sisteminin içində. Elə verilib xronoloji cədvəl. Mən o bölməni oxumusunuz da siz kainat və günəş sistemini. Hə, ondan sonra hansı bölmə gəlir bizim üçün? Hə, də onu keçdikdə orada saat qurşağıdır, onu keçdik. Ondan sonra nə gəlir? Hə, yer qabığının inkişafı litosfer də, düzdür? Hə, litosfer güvəndə çox böyük yer vardır. Təqribi bir 3 mövzu, 4 mövzu öyrənin də. İndi baxıb təsdiq edərəm. Bir 3 mövzu öyrənin də başda. Aydın oldu? Hə, yəni çox olsa ikisini öyrənin. Yəni minimum çalışın bir üçünü öyrənin ki, o sual cavab edək. Hə, oldu. Sağ olun. Bugünkü dərsimiz bu qədər. Sağ olun.